Salamlar. 10 may tarixi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cənablarının doğum günü. Heç şübhəsiz dahi şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri hər bir xalqın tarixində və taleyində mühüm rola malikdir. Ancaq Azərbaycan unikal bir məkandır, coğrafiyadır. Və yerləşdiyi coğrafi mövqeyə görə, resurslarının zənginliyi baxımından, multikultural, sosial, dini, etnik, mədəni mühitinə görə min illiklər boyu Azərbaycan müxtəlif geopolitik güclərin nəzər nöqtəsində olub. Dahi şəxsiyyət faktoru bu baxımdan Azərbaycan xalqı üçün çox önəmlidir. Və Heydər Əliyev cənabları həm Azərbaycan Sovet İttifaqının, keçmiş Sovet İttifaqının tərkibində olduğu dönəmlərdə Azərbaycan xalqının taleyində mühüm rol oynayıb, çox böyük işlər görüb. Xüsusilə də müstəqillik əldə olunduqdan və 1993-cü ildə ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib, Azərbaycan dövlətçiliyini xilas edib və Azərbaycan xalqı üçün xoşbəxt gələcək qurulması naminə çox böyük addımlar atıb. Və mən sadə bir vətəndaş olaraq çox ümidvaram. Həm də əminəm ki, yaxın gələcəkdə biz ümummilli liderin atdığı o böyük addımların nəticələrini, izlərini görəcəyik. Onların şahidi olacağıq. Ruhu şad olsun.